Bu ayə xanım Zəhranın şəninə nazil olub, bilirsiniz. Peyğəmbər hicrət eləyəndə əvvəl özü çıxıb, sonra gözləyib Həzrət Əli, Həzrət Zəhra ilə gələcək, nigaran idi ürəyi. Allah ayə göndərdi, Fatimənin halını vəsf edir ki, ya Rəsulallah, Fatimə Allahın zikrinə qərq olub, Allahın fikrinə qərq olub, nigaran qalma. Fatimə göylərin barəsində təfəkkürdədir, Allahın zikrinə qərq olub, Allahı düşünür. Zəhradan nigaran qalmadı, Peyğəmbərin qəlbinə aramlıq çöktü. Adam yerə, göyə baxır, adam biri-birinə bir dənə yaxşılıq ölündür, çox sağ ol. Allaha necə, nə deyəsən, deyir ki, bax bu qədər, hər şeydə bax, nə ki görürsən, hamısı sənin xidmətçündür, sənə görə başının sədaqəsidir, necə deyim. Sənə qurbandır bu şeylər, sənin xidmətçilərindir. Baxırsan göyə, bir dəfə göyə belə baxmısan ki, bu ulduz mənə görədir orada. Məcazdır bu, məcaz deyil, sözün birbaşa mənasında. Bizim səhvimiz bilsinə, deyir ki, biz yüydə çoxuq, yox, sən hamını at qırağa, deyilən mənəm, var filan kəs. Mən filan kəsə görə o boyda Allah, o əzəmətdə Allah, bütün bu aləmi xəlq eləyib, dayanmadan hər öz işindədir. Kim mənə qulluq eləsin, mənə qulluq eləsin, mənə xidmət eləsin. Mənim yerim Peyğəmbərin yanındadır. Bunlar gəlib mənə qulluq eləsin ki, mən Peyğəmbərin yanına gedim Yezidin yanına, gedim şeytanla həmsəfər olum. Bunlar mənim qulluğumdadır ki, mən bir iş görüm özümdən. Hansı işi? O işi görüm ki, mən gedim Allahın yanında qərar tutum. Bax, bu 14 nəfərin yanında. Xanım Zəhra məclisində heç kəs deməsin. O gün dostlardan biri yazır ki, mən bilməzdim ki, insan ora gedib çata bilər. Çünki mənə minnətdarlıq edir. Şükür Allaha ki, indi bilib. Amma biz bunu bilməliyik ki, bəli, insan ora gedib çata bilər, yox, ora gedib çatmaq üçün yaranır. Namaz qılmaq üçün yox. Namaz onun sadəcə vacib şərtidir. Qorxdum, dedim, namaz qılmaq üçün yox, deyərlər ki, dedir ki, namaz vacib deyil. Namaz onun vacib şərtidir. Namaz meyracdır deyir, ora çatdırmaq üçün, o nöqtəyə aparmaq üçün.